Fəridə xanım, elə Koreya məhsullarından danışmışkən, öz təcrübəmdən belə bir sual vermək istəyirəm ki, bu yaxınlarda Özbəkistandan bir qonağımız gəlmişdi və bizə bildirdi ki, Koreya məhsulları bildiyimiz kimi heç də bu qədər yaxşı deyil. Əslində İtalyan və fransız məhsulları daha keyfiyyətli hesab olunur. Ümumiyyətlə öyrənmək istəyirəm sizin bununla bağlı düşüncəniz nədir və necə oldu ki, Azərbaycanda Koreya məhsulları bu qədər populyarlaşdı? Əslində tez effektini gördüklərinə görə Koreya məhsulları bu qədər populyar oldu və marketinq burada çox böyük rol oynayır. Amma effektivdirmi yan-yana müqayisə etsək, mən elə deməzdim. Yəni düzdür, bəli, Koreyanın elə istehsal olunan məhsullar var ki, sırf oradakı iqlimdə yaşayan xanımlar üçün keçərlidir. İtalyan, Fransanın iqlimi bizə biraz yaxın olduğuna görə bizə onların məhsulları daha uyğundur. Bəli, amma baxır məhsulun tərkibinə, yenə də nə ilə uyğunlaşdırdığına. Dərimiz individualdır. Ora biz Rusiyada istehsal olunan bir məhsulu da düzgün istifadə etsək çox gözəl nəticələr ala bilərik. Effektivdirmi? Koreya məhsulları effektivdir. Ən innovativ yeniliklər harda olur? Koreyada olur. Ona görə də Koreya məhsullarına inamımızı itirmirik, amma o birisi məhsullardan da geri qalmırıq. Bəlkə də bu düşüncənin formalaşmasında səbəb Koreya xanımlarının üz dərilərinin çox yaxşı olması ilə də əlaqədir. Bəli. Bəli. Parlaq dəri görünümü. Niyə? Çünki onlar 13 yaşından artıq onların bir sərbəst rutinləri var. Aha. Bizim isə xanımlar 25 yaşında hələ anası ilə gələn bir xanım var idi. Maması deyir ki, çox cavandır, hələ tezdir. Bu qədər məhsula ehtiyac varmı ki? Bir məhsulla məsələni həll etmək mümkün deyil. Mənim 13 yaşında qızım var. Keçən ildən, yəni 12 yaşından bu günə kimi üzəndə bir dənə sivilcə yaranmasın deyə üz yumamız ayrıdır, tonerimiz ayrıdır, nəmləndiricimiz ayrıdır. O öz rutinini bilir və hara gedirsə özü ilə də daşıyır. Və uşaq vaxtından yaranan bu məsuliyyət böyüyəndə də davam etdiyinə görə və belə dərilər də, bəli, böyüyəndə 30, 35, 40 yaşına da gələndə parlaqlığını itirmir, yorğun, cansız dəri görünümü olmur və eyni zamanda vaxtında antioksidantları daxil etməklə rutinlərinə dəridə qocalma əlamətləri, mimik qırışları olsun, ləkələr olsun, bunlar çox gec yaranır və hətta heç yaranmır.